ümumiyyətlə həm qadın olsun, həm kişi olsun sevmədiyim şey o hansısa brendin iri adlarla yazılışı olur. Yəni onu sevmirəm. Nə yaxşı bunu dedin. Gucci yazır. Hə, xoş görünmür. Heç xoş görünmür. Zara da olanda. Nə olsun Zara? Bu da Zara niyə yazarmış? Doğru. Nike okeydir. Bu bir dənə belə qalacaq. Nike-ın özünün öz işarəsi var ki, adını yazmaya ehtiyac yoxdur. Hə, yəni onu deyirəm ki, bəzən insanlar var, deyək ki, o brendin özünü alır, o həmin bahalı geyimi alır, o yazı ilə geyinir. O düşünürəm ki, o özgüvənsizliyi var ki, yəni mən belə bir geyim geyinirəm və yəqin ki, o özgüvənini siz bayaq dediniz qidalandırmaq üçün. Mən 10.000 verəcəm Gucci-nin üzərində niyə gəzdirirəm? Və üzərində onu reklamını eləyirsən. İdman geyimlərində yazı olur, rəqəm olur fərqlənmə. Amma markanın yekə-yekə o yazılarını sinəsinin ortasında gəzdirməyə heç ehtiyac yoxdur. Yəni məncə də yaxşı görüntü deyil. Nə qadın, nə kişi üçün mən də qıdırayam. Mən xoşlayıram geyinməyi, amma bəs saxlamağı çətin. Tənbəllik eləyirsən. Belə gəzmək lazım. Belə nəsə qoydumsa çirklənirəm. Özünüz yumursunuz ki, onsuz.